Həqiqətən dünya həyatı oyun oyuncaqdır. Oyun oyuncaqdır. Ən mühüm hissəsi udub-uduzmaqdır, hadisələr deyil. Həyəcan mənəvi mənada olmalıdır. Udmaq, uduzmağın, bax, bütün bu savablar bu ki, Allah təşviq eləyir, maraqlı bir oyuna dəvət eləyir. Allah da bu oyunda mənləndir, həyatın maraqlı hissəsidir. Bu gladiator oyunu kimi deyil ki, məğlub olanı öldürürlər. Həyat oyunu belə deyil. Burada Allah sənləndir, qoymayacaqsan həlak olasan. Bir dənə şey tələb olunur ki, biləsən mənimlədir. Bunu biləsən. Bəs axı adamlar aqibətindən narahatdır, nigarandır. Deməli, burada risk var. Bəli, aqibətdən nigaran olmaq da elə oyunun bir hissəsidir ki, özünə pənah aparasan, özünə sığınasan. Ki, yenə də cazibəsi artsın sənin üçün. Birdən görürsən ki, yadına düşür ki, axırım necə olacaq, qorxursan, qaçırsan, o da tez ağışını alır. Bütün bu qorxutmaqlar oyunun tərkib hissəsidir. Oyunu maraqlı eləyir sənin üçün.